Lider kanalında yayımlanan Azəristar 2011 müsabiqəsindən tanıdığınız Fəqan bu həftə Kim Harda Necənin qonağı oldu. Ümumiyyətlə Azəristar müsabiqəsində çox şeylər yadımda qaldı. Amma bir şey yadımdan heç çıxmazdı ki, mən Emin Sabitoğlu'nun Şükürə mahnısını ifa eləyəndə bizim dəyərli bəstəkarımız Oktay müəllim Rəcəbov söylədi ki, inanmazdım ki, Azərzeynaloğlu'dan sonra bu mahnını belə gözəl ifa eləyən ola. Təbii ki, bu sözlər mənə çox xoş təsir bağışladı. Şükriyet aleyhim, şükür Xudaya. Gördüğüm doğru mu, yoksa bir rüya? Dolu yüreğime bir dadlı hülya. Yaşayabilmerem bir kere sensiz. Müsabiqədən sonra boş oturmayan Fəqan yeni işlər üzərində çalışır. Alo adlı yeni mahnı ifa edən Fəqan bu mahnının seviləcəyinə inandığını qeyd elədi. Artıq bir mahnım hazırdır, hal-hazırda bir neçə radiolarda səslənir. Alo adlanır, ritmik mahnıdır. Əminəm ki, tamaşaçılar tərəfindən seviləcəkdir mahnı. Və hal-hazırda bir neçə mahnı üzərində işlər gedir. Dağlarına düşen mehden, çöllerine esen mehden. Doya bilmirem ey vətən. Bir anamdan, bir de senden bu dünyada doya bilmirəm. Artıq öz üzərimdə işləməyə başlamışam və repertuarımda bir neçə janrda, müxtəlif janrlarda mahnılar olacaq. Və bir mahnıyla kifayətlənmirəm. Təbii ki, bir neçə mahnılar olacaq, bir neçə bəstəkarlarla artıq mahnı üzərində çalışacağıq, mahnı alacaq. Geceler bulak başı, onun zümzümesiydi. Gecelerin sirdaşı, gecelerin sirdaşı. Sirlerine doludur. Geceler bulak başı, onun zümzümesi. Gecelerin sirdaşı, gecelerin sirdaşı. Biz də Kim Harda Necə olaraq Fəqana yeni işlər arzulayırıq. Lider kanalına öz dərin təşəkkürümü bildirirəm ki, biz gənclər üçün belə şərait yaradırlar. Gözlərə sevinç qonar bayram axşamlarında, köydə